Salam mənim əziz izləyicilərim. Axşamınız, gecəniz xeyir olsun, daha doğrusu. Çünki mənim üçün hal-hazırda gecə olsa da sizin hər vaxtınız xeyir olsun. Bu gün MİQ çətin tipli suallar sınağı ilə qarşınızdayam. Adından da görüldüyü kimi çətin tipli suallardır, əsl MİQ səviyyəli və deyirsənsə ki, mən çətindən qorxmuram. Mənim üçün yəni asan, çətin, orta fərqi yoxdur. Bütün sualları yaza bilirəm. Gəl bir yerdə başlayaq. Amma ilk öncə sizə məsləhətim odur ki, sınağın açıqlama hissəsində bu sınağın linkini paylaşmışam. Videonun açıqlama hissəsində. Əvvəlcə sınağı işləyib, daha sonra videoya baxsanız daha yaxşı olar. Baxaq görək, suallar bizdən nə istəyir? Hansı tip suallar atmışam? Qalıqlı bölmə olsun, sürət məsələsi olsun, kater məsələsi olsun. Daha sonra müəyyən suallar salmışam. Əsl MİQ-ə salına biləcək suallardır. Gəlin bir yerdə bu sualların cavabına baxaq. Daha yaxşı izah eləməyə çalışacağam. Daha rahat yolla izah eləməyə çalışacağam ki, daha da yaddaşınızda həkk oluna bilsin. Başlayaq birinci sualla. Birinci sual. Aydan evdən məktəbə qədər olan məsafəni 70 km/saat sürətlə Aydan evdən məktəbə qədər olan məsafəni 70 km/saat sürətlə, məktəbdən marketə qədər olan məsafəni isə 80 km/saat sürətlə getdi. O bütün yola cəmi 8 saat vaxt sərf etdi. Evdən məktəbə qədər olan məsafənin 40 misli, məktəbdən marketə qədər olan məsafənin 21 mislinə bərabərdirsə, ev və məktəb arasındakı məsafənin rəqəmləri cəmini tapın. Baxın, ilk görünüşdə çətin görünə bilər, hesablamalarda biraz çətinlik yaşaya bilərsiniz, amma orada kalkulyatorumuz var, yəni heç narahat olmağa dəyməz. Yəni kalkulyator vasitəsilə məsələlərimizi bir-birinə vurmaqla, bölməklə rahat tapa bilərik. Yəni sözün düzü, yəni özünüz də vurub bölüb tapa bilərsiniz, amma vaxt etibarilə bizə kalkulyator köməyimiz orada daha rahat çata bilər. Deməli, Aydan evdən məktəbə qədər olan məsafəni. Baxın, sizə bu şəkil üzərindən göstərəcəm. Bax, düşünün ki, bax, bura evdir, bura məktəbdir, bura marketdir. Marketdir, düzdürmü? Deyir ki, evdən məktəbə qədər olan məsafəni 70 ilə gedir, 70 km/saat sürətlə. Daha sonra məktəbdən marketə qədər olan məsafəni 80 km/saat sürətlə gedir. Və yəni evdən marketə qədər olan məsafəyə cəmi 8 saat vaxt sərf edir. Bax, 8 saat vaxt sərf edir. Yəni 70 km/saat sürətlə hərəkət edirsə, neçə saata gedir bilmirəm, yəni x və ümumi 8 saatsa burada da 8-x yaza bilərik. Biz bu tipli belə tənlik qurmağı biz yaş məsələlərində öyrənirik ən çox. Yəni iki insanın yaşının cəmi, yaşının fərqi deyəndə bu tipli məsələn cəm olanda bundan istifadə edirik də. Məsələn, iki bacı qardaşım belə deyim də, yaşlarının cəmi 20-dirsə, birinə x yazıb, birinə 20 çıxsın x yaza bilirdik. Eynilə burada da elədir. Zaman cəmləri, yəni 8 saatdırsa, birinə x yazıb, birinə 8 çıxsın x yaza bilirik. Daha sonra həmin bu evdən məktəbə qədər olan məsafənin 40 misli, məktəbdən marketə qədər olan məsafənin 21 mislinə bərabərdir. Gəl mən sizə bunu daha açıq bir şəkildə yazım. Yəni 70x-in, belə deyir də siz bizə, 70x-in 40 misli. Yəni 70x-i vurdum 40-a, elədi 2800x. Bax, daha rahat yazacağım. 2800x bərabərdir. Həmin bax buradakının 21 mislinə. Yəni bunu da bir-birinə vuraq. 80-i vurdum 8-ə, elədi 640. Yazıram 640. Daha sonra çıxıram, çünki çıxma var ortada. 80x. Bax, həmin bunun 21 mislinə bərabərdir. İndi gəl buradan yazıram. 2800x olduğu kimi qalır yerində, bərabərdir. 640-ı 21-ə vururam. Siz orada vurun, mən burada kalkulyatorla vurum. Oldu 13440. Çıxdım. 80-i də vurdum 21-ə, elədi 1680x. 1680x.
İndi buradan tərəf-tərəfəyə çıxsam və yaxud da toplasam, çünki 2800x burada 1680x qarşısında mənfi olduğu üçün bu tərəfə keçəndə müsbətə çevrilir və olur cavabım mənim, yəni 2800 1680 üzərinə gələndə 4480 eləyəcək. 4480x bərabərdir 13440. İndi 13440-ı da 4480-ə böləndə x-imiz bizə verdi 3. X-imizi 3 tapandan sonra aparırıq, bax buradakilərin yerinə qoyuruq. Necə? Bax x-in yerinə 3 qoydum. 3 saat 70-dən getdiyi sürətdir. Məsələn, bax 70 km/saat sürətlə 3 saata getmiş olur. Neçə kilometr yol qət etmiş olur? 210 kilometr yol qət etmiş olur. Elə mənə nə deyir? Ev və məktəb arasında. Yəni ev və məktəb arasındakı məsafənin rəqəmləri cəmini istəyir. 210-dur. 210-un da rəqəmləri cəmi 2-ün üstünə 1 gəldim 3, 3-ün üstünə 0 gəldim, elə 3 qalacaq. Rəqəmləri hasili desəydi cavabım 0 olardı. Çünki 0, əgər vuruqlardan biri 0-dırsa, cavab mütləq ki 0-a bərabər olacaq. Yox, əgər cəmini istəyirsə, 2 üzərinə 1 gəldim 3, elə cavab da 3 vermiş olacaq. Cavabımız C variantı. İkinci suala davam edirik. İkinci suala deyir, iclas saat 11:00-da başladı. Əvvəlcə rəhbər 12 dəqiqə çıxış etdi. Deməli, iclas başladı və rəhbər çıxış eləyib. Buradan yazıram, bax, bu rəhbərdir. Çıxış elədi, rəhbər bir nəfəri yazdım bura. Əvvəlcə rəhbər 12 dəqiqə, bax, 12 dəqiqə çıxış eləyib. Daha sonra 5 nəfər tədbir iştirakçısı, hər biri 4 dəqiqə. Bax, 1, 2, 3, 4, 5 nəfərdir və hər biri 4 dəqiqə çıxış eləmiş olub. Daha sonra 6 dəqiqə rəhbər köməkçi bu da 6 dəqiqə oldu və yenidən rəhbər çıxış eləyir, neçə dəqiqə? 12 dəqiqə. Heç nə. Sadəcə bunları toplayacaqsınız, amma bir şey yaddan çıxartmayaq ki, fasilə var burada. Neçə nəfərdir ümumilikdə? 1, 2, 3, 4, 5, 6, 7, 8 nəfərdir. 8 nəfər 7 dəfə fasilə vermiş olacaq. Necə ki, ağac məsələlərində yadınızda saxlayın ki, yadınızda salın ağac məsələlərini. 8 ağacın 7 arası olurdusa, 8 nəfərində 7 dəfə fasilə vermiş olacaq. Yəni 7 dəqiqə, yəni hər biri 1 dəqiqədirsə, 7 dəqiqə fasilə var ortada. 7 dəqiqəni də unutmayaq, sonda üzərinə gələcək. İclas 11-də başlayıb, 11:00-da başlayıb. 12 dəqiqə 1 və 12, bax bu 12-ləri üstünə gəlmək olur 24. Oldu 11, 24, düzdürmü? Daha sonra 1, 2, 3, 4, 5. 5 4-ün 20. 20 dəqiqədə bir gəldim üzərinə, oldu 11, 44. Və bu 6 dəqiqəndə bir gəldim üzərinə, olur 11, 50, 11, 50. Daha sonra bax bu 7-ni demişdim, unutmayaq. Çünki cavabda 11:50 də var. Çaşıb elə 11:50 yaza bilərsiniz, amma cavab səhv çıxar. Onun üçün bu 7-ni də gəlirik onun üzərinə. Olur 11 neçə? 57. Deməli iclas, yəni tədbir 11:57-də, yəni 12-yə 3 dəqiqə qalmış bitib. Doğru cavabımız D variantı. Üçüncü sual yaş məsələlərinə uyğun sualdır. Baxırıq. Oğlunun 3 il sonraki yaşının 3 qatı atanın indiki yaşına bərabərdir. Bax, oğul, bir də ata. Oğlun 3 il sonraki yaşının 3 qatı. Hələ ki bundan işimiz yoxdur. Görək sonda nə deyir? Oğlunun 4 il sonra 16 yaşı olacaqsa. Hə, 4 il sonra 16 olacaqsa, hazırki yaşı neçədir? 16-dan 4 çıxdı, 12. Bax, bu hazırki yaşıdır. Ata və oğlun indiki yaşlarının cəmini tapın. İndiki yaşı, bax, indiki yaşı oğlunu tapmışam 12. Mənə də indi ata lazımdır. Necə tapaq atanı? Oğlun 3 il sonraki yaşının 3 qatı. Hə, 3 il sonra neçə yaş olacaq? 15 yaş olacaq da. Bunun 3 qatı atanın indiki yaşına bərabərdir. Məsələmiz həll olunmuş oldu. 15-in 3 qatı 45 edir və 45 atanın indiki yaşıdır. Elə məndən də deyir ki, ata və oğlun indiki yaşlarının cəmi. 2 ilə 5, 7, 1 ilə 4, 5. Oldu 57. Yəni çətin kimi görünən həll yolu çox rahat olan bir məsələ tipi idi. Dördüncü sual. Çevrə və kvadratdan söhbət gedir. Deməli, radiusu 8 cm olan çevrənin xaricinə çəkilmiş kvadratın perimetri bərabəryalı trapesiyanın perimetri ilə eynidir. Gəlin birinci çevrəni çəkək. Bu çevrənin radiusu nə qədərdir? 8-dir.
Demişəm ki, 2 dənə radius 1 dənə diametrə bərabərdir. Bir diametr isə kvadratın tərəfinə bərabər olur. Bax, diametr kvadratın tərəfi deməkdir. Bu 8 radiusdursa, deməli 16 bunun diametridir. Yəni 16 bu kvadratın tərəfidir. Və kvadratın perimetri neçə olur? 16-nı 4-ə vuranda 64 eləyir. 64-ü yadımızda saxlayaq. Yəni perimetri 64-dür. İndi bərabər tərəfli trapesiya çəkir. Bax, bərabər tərəfli trapesiya, bərabər yanlı daha doğrusu trapesiya çəkir. Oturacaqları 8 və 12-dir. Oturacaq bilirsiniz də, indi oturacaq deyəndə çox adam deyir, müəllim, oturacaq aşağıdır da, yəni oturursa aşağı demək oturacaq. Yox, oturacaq yuxarı da sayılır. Yəni oturacaqlar 2 dənədir bu trapesiyada. Deməli, bu tərəflər yan tərəflərdir. Bərabər yanlı trapesiya söhbət gedirsə, yan tərəflərdir. Yəni eynidir. Burada x-dir, burada x-dir. Yuxarı oturacaq 8-dir, aşağı oturacaq 12-dir. İndi bunun perimetrinə bərabərdirsə, məndən də 64-dürsə perimetr. Bax, kvadrat 64-dürsə, bunun da perimetri 64-dür. 8 yuxarıda, 12 aşağıda elədi 20. 64-dən 20 çıxıram, eləyir 44. Və bu tərəflər eyni olduğuna görə 44-ü də 2 yerə bölürəm. Necə verir? 22 mənim trapesiyamın yan tərəfinin uzunluğudur. Yan tərəflərinin cəmi deyil. Təkcə ya bu tərəfin uzunluğu və yaxud da bu tərəfin uzunluğu. Yan tərəflərinin uzunluqları cəmi 44-dür və bir tərəfi 22 olmuş olacaq. 5-ci sual. Aşağıdakı variantlardan hansı yanlışdır? Aşağıdakı variantlardan hansı yanlışdır deyəndə, yəni 1 saatımız deyir 3600 saniyədir. Doğrudur. Yəni 1 saat 60 dəqiqədir. 60 dəqiqəni də 60-a vuranda, yəni saniyəyə vuranda 3600 saniyə eləyəcək. Bu doğrudur. Doğrudur. 3 arımız 3000 desimetr kvadrat. Baxaq. Deməli, desimetr kvadrat, metr kvadrat, ar. Hər birinin arasında 100 fərq var. 3 ar deyir 3000 desimetr kvadratdır. Yox. Əslində burada bir sıfırın biri qaçıb gözümdən. Aslında olmalıydı 30.000. Baxarıq niyə görə? Çünki 3 ar yazıram. Hər birinin arasında 2 dənə də sıfır olduğuna görə. Siz bu testi işləyəndə onsuz da orada 30.000 görəcəksiniz. Yəni mən düzəltmiş olacağım. Amma belə, məsələn 3 ar bərabərdir. 3-ü yazıram. Yanına da burada 2 sıfır, burada 2 sıfır. 4 dənə sıfırı yazmış oluram. Olur desimetrin kvadratı. Daha sonra 100 metr 1000 desimetrdir. Bax, desimetr metr. Bəli. Bunların da arasında 10 fərq olur. 100 metr yazıram. Bərabərdir. 100 metr əlavə bir dənə də sıfır əlavə olundu. 1000 desimetr oldu. Çünki aralarında 10 fərq var. Böyükdən də kiçiyə keçəndə vururduq. Yəni 100-ü vurdum ona, elədim 1000 desimetr. Əsas məsələ budur. Yəni 2 metr kubun, yazaq bura bax, santimetr kub, desimetr kub, metr kub. Əlavə yazmağa ehtiyac yoxdur. Bunların da hər birinin arasında 1000 fərq var. Yəni 3 dənə sıfır, belə deyim. 3 sıfır fərq var. Əgər mən 2 metr kubu çevirmək istəyirəmsə santimetr kuba, 2-ni yazıb ortada nə qədər sıfır qalır, o 2-nin yanına əlavə eləməliyəm. Yəni 2 milyon desimetr kub, santimetr kub. Baxırıq, 6 dənə normalda sıfır olmalıdır. Burada 1, 2, 3, 4, 5, 6. Əslində 2 dənə burada sıfır əlavədir, artıqdır. Onun üçün doğru cavabım D olacaq. Yanlışı istəyirdi məndən, yanlış da D-dir. Hər nə qədər burada sıfırın birini B variantına yazmasam da, siz bu testi işləyəndə siz orada 30.000 görəcəksiniz. 6-cı sual 2023 min imtahanında qarşımıza çıxan məsələ tipidir. Deyir, saat 10:00-da başlayan motorlu qayıq yarışının iştirakçıları əvvəl göldə 64 kilometr, 64 nə idi? 46 kilometr, sonra həmin gölə tökülən axma sürəti 4 km/saat olan çayda 57 km yol qət etməli idilər. 15:00-da iştirakçılardan biri finiş xəttini keçərək qalib oldu. Birinci yerə çıxmış motorlu qayığın öz sürəti ilə axına qarşı olan sürətinin cəminin rəqəmləri cəminin 3 mislini tapın. Bunu çox uzatmayacağım, çünki bundan əvvəlki videolarımda çox toxunmuşam bu məsələyə. Necə?
Demişdim ki, bu tipli məsələ görən kimi 2 dənə kəsir xəttini çəkin. Yuxarıda 46, bu tərəfdə 57. İndi bunun mahiyyətini başa salacağım sizə. Aşağıda katerin sürəti, yəni bu katerin sürətinin getdiyi yoldur. Yəni 46-nı bölsəm katerin sürətinə zamanı tapmış olacağam da mən. Katerin də sürətini bilmirəm, x-dir. 57-də çayda məsələn 57 kilometr qət etməli idi. Həmin gölə tökülən axma sürəti 4 km olan çayda 57 km yol qət etməli idilər. Digərində 57 yazmışıqsa, axına qarşı getdiyi yolda, məsələn, bax bu çaydır. Bu da gölə, çaya tökülən bax beləncə nə deyir? Motorlu qayıq yarışının iştirakçısı əvvəl göldür. Hə, bu göldür. Bu da gölə tökülən çaydır. Bax su belə axır. Amma kater gəlir burdan. Bu formada yuxarı çıxacaq. Hansı sürətlə? Burada katerin yalnız öz sürəti gedir. Ona görə x yazdım. Amma bu yuxarı çıxanda çay belə axırsa, kater də yuxarı gedir. Yəni axına qarşı gedir də. Əgər yuxarıdan aşağı gəlsəydim, mən bu 57-ni x plus 4-ə bölmüş olardım. Amma hazırda x minus 4-ə bölürəm. Çünki katerin sürəti x-dir, çayın sürəti 4-dür və axına qarşı. Yəni 57 kilometr burada gedəcək, axına qarşı gedəcək. Deməli, bunları toplasam mənə nə verəcək? 15:00-da finiş xəttini keçir, amma 10:00-da neyniyib? Başlayıb. Ortada 5 saat məsafə var. 5 saat. İndi səndə də məsələdə, yəni imtahanda elə tipli ədədlər verəcək ki, məsələn 46 verib də burada. Bu ədədin çox böləni olmayacaq. Ya olacaq 2 dənə, ya 3 dənə, ya da 4 dənə. Yəni uzağı 3 dənə, 4 dənə olar da, yəni ondan çox olmayacaq. Niyə görə? Çünki sən bu məsələnin bax bu tənliyi oturub ibtidai sinif səviyyəsində həll edə bilməyəcəksən. Yuxarı sinif səviyyəsində də uzun gedir. Yəni siz bunu yaza bilməyəcəksiniz. Onun üçün sizə elə bir ədədlər verəcək ki, rahatlıqla o ədədin bölənlərini tapıb yerinə qoya biləcəksiniz. Məsələn, 46-nın böləni nə qədərdir? 46 2-yə bölünür, 23-ə bölünür, bir də 46-nın özünə bölünür. Gördünüz, 3 dənə böləni var. Və mənə də lazımdır ki, 2 olmaz, çünki 2-dən buradan 4 çıxa bilməyəcəm. 2-ni çıxdım. Qaldı 2 dənə. Gəl 23 yoxlayaq. 46-nı 23-ə böləndə 2. Üzərinə gəldim. 57-dən 23-dən 4 çıxdım, 19. 57-ni də 19-a böləndə 3 qalır. Yəni bu 2 ilə 3-ü toplayanda mənə bu 5 saatı verir də. Onun üçün mən niyə uzağa getməliyəm ki? 46-nı katerin sürətini 23 taparam. Axına qarşı da 19-dur. Mənə də deyir ki, katerin sürəti ilə axına qarşı olan sürətin cəminin, yəni 46 ilə, yox 46 yox, 23 ilə 19-u topla deyir. Neçə eləyir? 2, 1 yadda 42. Bunun olan sürətin cəminin rəqəmləri cəminin, yəni 6, yəni bunları topladım, rəqəmləri cəmin 3 misli. 3-ə vurdum, elədi 18. Doğru cavabım 18. Çox uzatmağa ehtiyac yoxdur. Elə gördüyünüz ədədləri yuxarıda kəsirin sürətinə yazın. Məxrəcinə isə birinə x yazın, birinə əgər axına qarşıdırsa, yəni çox vaxt axına qarşı verir. Hələ axını ilə sürətinə qarşılaşmamışam. X minus 4 yazın. Cavabı da bərabər eləyin. Bax, buradakı saat fərqinə. 7-ci suala baxırıq. X-in ala biləcəyi ən kiçik natural ədədi tapın deyir. Bərabərsizlikdir. Həm miqə, həm sertifikasiyaya düşür. Sertifikasiya biraz sadə yol düşür, amma bu əsl miqə səviyyəlidir. Burada hər tərəfi, məsələn, 8-ə vuracam. Onun üçün niyə görə? Çünki 4-ə 8-ə, bunun da məxrəcində 1 olduğu üçün hər birinin məxrəcində daha doğrusu var. Burada da 1-dir, burada da 1-dir. Hər birinin məxrəci 1 olduğu üçün ortaq məxrəc bunlarda 8-dir. 8-i 4-ə böldüm 2, 8-i 8-ə böldüm 1, 8-i 1-ə böldüm 8, burada da 8. Nə edirəm? 2 plus 7x plus 8 bərabərdir 8x plus 8. İndi buradan da 10 plus 7x bərabər 8x plus 8. Məhsullar sola, məlumlar sağa deyəndə, elə məlumları sağda saxlayıb, məhsulları sola yığmaq istəyirəm. 2
Burada bərabər yox, kiçik olacaq. Kiçikdir x-dən. Yəni 8x-dən 7-sə x-in çıxanda x qalır. Yəni bu x 2-dən böyük ədəddir. 2-dən böyük ən kiçik natural ədəd 3-dür. Yəni ondan 3-ü qoyub 4-ü götürməyəcək ki, elə 3-dür də. Yəni burada tam düşsəydi başqa məsələ, amma tam düşmədi gördüyünüz kimi. Elə 3-ün özü düşdü. Onun üçün mənim x-imin ala biləcəyi ən kiçik natural ədəd elə 3-ün özüdür. Cavabım D variantı. 8-ci sual. 8-ci sual 2023-cü ildə sertifikasiya imtahanına düşmüşdü. Ən çətin, yəni sual tipi idi. Sertifikasiya imtahanı günü düşən ən çətin riyaziyyatdan ən çətin sual tipi idi. Demək olar ki, çox müəllim də bunu səhv yazmışdı. İşçilərdən biri 4 saata 312 kisə, digəri isə 3 saata 276 kisə yığır. Bax, 4 saat, 3 saat fərqli-fərqli zamanlardır və mən bunu ortaq bir zamana gətirməliyəm. Yəni 4 saata 312 kisə yığıbsa, onda 1 saata nə qədər yığıb? 312-ni 4-ə bölürəm. 312-ni gəlin 4-ə bölək. 4, 7, 28, 32-nin içində 4, 8, 78. Digəri isə 1 saata nə qədər yığıb? 276 kisə. Yox, 1 saata. 3 saata 276-dırsa, 1 saata 276-nı 3-ə böldüm. 27-nin içində 3, 9 dəfə, 6-nın içində 3, 2 dəfə, 92 kisə. Bax, 1 saata bu 78 kisə yığıb, digəri 1 saata 92 kisə yığıb. Onlar 8:40-da işə başlayıb gün ərzində 2 dəfə nahar fasiləsi edirlər. Günün sonunda 126 kisə yerdə qalır. Bax, 1 saata nə qədər kisə yerdə qalır? Birinci onu tapaq. 92-dən 78 çıxacam. 12-dən 8-in çıxdım. 4, 8-dən 1, 14 kisə. Bax, 1 saata 14 kisə yerdə qalıb. 1 saata 14 kisə yerdə qalıbsa, 14 kisə yerdə qalıbsa, onda 126 kisənin yerdə qalmağına nə qədər vaxt lazımdır? X. Ona görə də 126-nı 14-ə böləcəyik. Verməlidir 126 böl 14. 9, 4, 9, bəli, 9 saat. Deməli, 9 saat mənə vaxt lazımdır ki, mən işimi bitirim, əlavə də 126 kisə yerdə qalsın. Yəni, bu işçilər 9 saat fasiləsiz işləyiblər. Amma işdə 10 saat olublar. Niyə görə? Çünki 18:40, 8:40. 18:40-dan 8:40-ın çıxanda 10 saat eləyir. 10 saat eləyir. Amma bunlar 9 saat işləyib, deməli 1 saat bunların fasiləsidir. Amma fasilələrin müddəti eyni deyil. Biri digərindən 10 dəqiqə çoxdur. Yəni, birinə x-dirsə, digərinə x plus 10 dəqiqədir. Və ümumilikdə 60 dəqiqə bunlar fasiləyə vaxt sərf edib. Onda 2x bərabərdir. 60-dan 10 çıxdım 50. X də bərabərdir 25. Biri 25 dəqiqə fasilə edib. Biri 25 üstü 10, yəni 35 dəqiqə fasilə edib. Onda cavabımız olacaq 25 və 35 A variantı. 9-cu sual. 9-cu sualda deyir, A ədədini 5-ə böldükdə qalıqda alına biləcək ən böyük tək ədəd alınır. Bu ədədi 3-ə böldükdə qalıqda 2 alındığı məlumdursa, A ədədinin ala biləcəyi ən böyük 2 rəqəmli ədədin rəqəmlərin hasilini tapın. Bax, ən böyük 2 rəqəmli ədəd deyirsə, deməli söhbət həm 5-ə, həm 3-ə bölünən ən böyük 2 rəqəmli ədəddən söhbət gedir və o zaman ki, onlarda 5-ə böləndə qalıqda ən böyük tək ədəd alınsın, 3-ə böldükdə qalıqda 2 alınsın. Deməli, baxaq. 5-in bölənləri hansılardır? 0, sonu 0 və 5-ə bölünən ədədlər hamısı 5-ə bölünür də, düzdür? Və mən bilirəm ki, ən böyük 2 rəqəmli ədədim 99-dur. Amma 99-u 5-ə böləndə qalıqda, məsələn, ən böyük tək ədəd alınır. Yəni, 5-ə böldükdə alına biləcək qalıqlar gəlin yazaq. 1, 2, 3, 4. Bitdi, getdi. Və 5-ə böldükdə alına biləcək ən böyük tək ədəd 4 yox 3-dür. Çünki 4 cütdür. Ona görə 3-ü götürürük. 5-ə böldükdə qalıqda 3 alınmalıdır. Baxaq görək, 99-u 5-ə bölsək qalıqda 3 alınmayacaq. Qalıqda 4 alınacaq. Çünki burada 9-dur. Bu 5 olsaydı 5-ə tam bölünərdi. Amma bu 9-dur. Ona 98-i götürək. 98-i 5-ə bölək. Bir dənə 5-in 5.
5, bəli. Sonra 48-in içində 5 neçə dəfə? 9 dəfə. 9 5-in 45 qalıqda 3 alındı. Bu verir. 98 hələ ki verir. Görək hələ bu 98 3-ə bölünəndə qalıqda 2 alınırmı? Baxaq. 98-i bölək 3-ə. 3-ün 9, 8-in də 3-ün içində 3, 2 3-ün 6 və qalıq 2. Bəli, verdi. Həm 5-ə böldüm, qalıqda 3 verdi, həm 3-ə böldüm, qalıqda 2 verdi. Yəni mənim ən böyük 2 rəqəmli ədədim 98-dir. Və məndən demir hansı bu ədəd hansı deyir ki, həmin bu ədədin rəqəmləri hasilini tap. Yəni 9-u vur 8-ə versin 72. Cavabım D variantıdır. 10-cu sual həcmlə bağlı bir sualdır. Gördüyünüz kimi metr kub görürəm. Baxaq görək. Deyir ki, ölçüləri 9 metr, 35 metr və 12 metr olan hovuzu təmizləmək üçün gündə 90 metr kub suya 175 qram xlor tökülür. Buna əsasən 4 günə nə qədər xlor işləndiyini tapın. Əvvəlcə bu kuboiddir da, yəqin ki, çünki çox böyük ehtimal. Çünki burada eyni ədədlər alınsaydı kub olardı. Amma bu kuboiddən söhbət gedir. Yəni 9-u həcm bərabərdir. 9 vur 35 vur 12 bərabərdir. Həcmi tapmaq üçün hər birini bir-birinə vursam, cavabda verir 3780 metr kub. 90 metr kub suya 175 qram xlor tökülür. Bax, 90 metr kub suya 175 qram xlor tökülürsə, 3780 metr kuba nə qədər xlor töküləcək? İlk öncə bu tənasübü tapaq. Buradan x verəcək bizə 7350. Necə tapdım 7350-ni? Yəni çarpaz şəkildə vurdum. 7350. Bu bir gündə olan xlordur. Bəs mənə 4 gün istəyir axı. Yəni bu 7350-ni də 4-ə vuracaq, eləyəcək 29400 qram. Belə, əziz izləyicilərim, əgər izahlar yararlıdırsa, testləri əgər işləyib nəticənizi yaxşı görürsünüzsə və izahlara baxırsınızsa, yararlanırsınızsa, abunə olub, like atmağı unutmayın. Növbəti izahlarda görüşənə qədər sağ olun.